Salam. Düşünürəm ki, bugün bu videonu çəkməyə ehtiyac var. Gördüyünüz bu otaq Elçi bəyin iş otağıdır. Necə oldu bu otaq yarandı? O haqda indi danışaram. Həm də bu otaq Elçi bəyin dayısı qızı, həm də bacısı sayılan, həyatda silahdaşı olan Xumar xanımın evidir. Demək, Elçi bəy Bakıdan Kələkiyə dönəndə bu yaxınlıqda təqribən bizlə qonşuluqda 200 metrə ekspedisiyanın binası var idi. Orada yerləşir. Demək, Kələkidə o Sovet dövründə Naxçıvan Geoloji Kəşfiyyat Ekspedisiyası yerləşirdi. Demək, həmin binaya yerləşir, orada fəaliyyət göstərməyə başlayır, prezidentlik fəaliyyəti. Orada qonaqları qarşılayır, çoxlu görüşlər olur, istər kənd cəmaatı, istər dünyanın hər yerindən gələn insanlarla, siyasilərlə, qonaqlarla deməli orada görüşü olur. Demək, çoxlarının da bildiyi kimi Elçi bəy Kələkidə olanda Heydər Əliyev tərəfindən çoxlu ona baskılar olur, istər Kələki kəndi cəmaatı, istər yaxın kəndlər cəmaatı çox demək əzablar çəkirlər, çox deməli bəy buradan gedəndə halallıq istəyir hamısından. Bunlar hamısı olmuş həqiqətlərdir. Demək, sonda da bəyi həmin o ekspedisiyanın binasından çıxardır. O bir gün demək aşağıdan gəlirmiş, anam həyətdə qarşısına çıxır, görür bəy dilxordur, deyir qağa, nə olub, niyə dilxorsan, deyir bacı. Qağa deyərdi anam bəyə. Bizi buradan da çıxartdılar. Binadan Heydər Əliyev deyib ki, çıxın oradan. Anam deyib, fikir eləmə qağa, bu boyda ev, eşik, həyat baza nəyə lazımdır? Nə əşyalar var? Yığışdırsınlar, gətirsinlər bura. Və beləliklə o gündən bu stol, bu əşyalar bura daşınır, stollar. Bəyin öz oturduğu kreslosu, Məmməd Əminin şəkli, bayraq və bu televizor oradan bu otağa daşınır və o gündən bəy deməli qonaqları burada qarşılayır. Baxın, olur bəyin iş otağı. Və bəy Kələkiyə gələndən sonra anamla bacımı göndərir Türkiyədə ki, bacı çox yox, əziyyət çəkmirsən, get bir ay Türkiyədə dincəl. Anamla bacım Türkiyəyə gedirlər, bir ay qalırlar, sonra Kələkiyə dönürlər və 2000-ci ildən sonra bəy cismən rəhmətə gedəndən sonra o bizim üçün heç zaman ölməyib, yaşayır. Demək, anam üçün çox çətin olur, ona hər yerdə onu axtarır, elə bilir ki, hara getsə onu tapar və sonra bacımla anam gedirlər Türkiyəyə. Gedirlər, bax bu şəkil Ankara Dövlət Xəstəxanasında çəkilən şəkildir. Bacımla anam gedirlər o xəstəxanaya, orada Ankara Dövlət Xəstəxanasının 2-ci mərtəbəsi Elçi bəyin adına verilir. Bu şəkil orada divardan asılır. O həkim, oranın həkimi bu şəkili divardan açır və anama hədiyyə edir. Bu şəkil bizim üçün doğma. Nə qədər çətin olsa da bu şəkilə baxmaq həm də çox dəyərli bir hədiyyədir. Həkim tərəfindən anama verilən dəyərli bir hədiyyədir. Və onlar gömrükdən bu şəkili ramkasız deyirlər, keçirə bilməzsiniz, ramkasız gətirirlər, ramkasını orada çıxardırlar. Ramkanı bu il biz düzəldib buradan asmışıq. Sonra Məmməd Əminin şəkili, bəy həmişə yadımdadır, dönə-dönəmə deyirdi ki, mən həmişə şahidim buna. Mənim şəkillərimi yığışdırın, Məmməd Əminin şəklini asın hər yerdən. Bu bayraq, Atatürkün şəkili, Allah rəhmət eləsin. Həmişə, hər zaman bəy təbliğ etdiyim, hər yerdə Atatürk. Anamla bəyin şəkili, bax həmin bu otaq, ekspedisiyanın binasında olan otaq, bu bayraq, bu şəkil. Bax, indi daşınıb bura, bu bayraq, bu da şəkil. Azərbaycan sərkərdələri, Allah hamısına rəhmət eləsin. Gördüyünüz bu maqnitofon Turgut Özalaydan Elçi bəyə hədiyyə idi. Elçi bəy isə bunu bacım Kəmaliyə hədiyyə veribdi. Demək, Kələkidə olanda bacım bu maqnitofonu həmişə oxudurdu. Demək olar ki, susmurdu bu maqnitofon. İndi isə keçək bura. Bəyin kreslosu oturduğu.
bəyin istifadə elədiyi deməli külqabısı, çoxlu əşyalar var, onları bacım saxlayıb, oradadır. Demək, bəyə aid kitablar, şəkillər, hələlik bunları toplamışıq. Əvəz Zeynalın kitabları, bunları da bu il alıb bura qoymuşuq. Allah şəfasını versin tezliylə. İnşallah zindan həyatı yaşayıb, Əvəz bəy də çox əzab çəkib. Bunları oxumaq lazımdır, düzdür oxumamışam, ancaq oxuyacam. Mənim üçün çox maraqlıdır. Bəyin külqabısı. Bu kitabda da bəy həyatda olanda hələ bəy sevən insanlar tərəfindən yazılmış ürək sözləri. Bəyə aid müxtəlif kitablar. Bu da Elçi bəyin 1975-ci ildə zindandan dayısına, yəni babama, anamın atası Fərrux kişiyə yazdığı məktubdur. Bu da bəyin Moskvada anama yazdığı məktubdur. Bir yadımdadır ki, o Moskvaya getmək istəmirdi və dedi ki, dostların təkidi ilə, yəni məsləhət gördülər ki, getsən daha yaxşı olar və Moskvaya da getdi, dissertasiya yazırdı, bilmirəm nə elmiş. Sonra Azadlıq qəzetinin 1-ci, 2-ci nüsxələri, bunları bəy anama hədiyyə edib, üstlərində yazıb, çox dəyərli, bizim üçün çox dəyərli bir nüsxədir. Bacım bunları saxlayır. Bu da prezidentlik dövründə bəyə verilmiş Azərbaycanın 100.000-ci milli pulu. Bunu da Elçi bəy bacıma hədiyyə verib. Bacım da bunu çox dəyərli bir hədiyyədir. Qoruyub saxlayır. Bacım, anam, bəy. Burada da bacım, bəy, bacım. Deməli, bu da bəy Yadullah müəllim, bəylə yaxın qohumu. Allah rəhmət eləsin. Bax belə. Demək, bəyin ölümündən sonra cismən anam üçün çox çətin oldu. Anam ondan sonra bu qohum əqrəbadan başını qatmaq üçün bu qədim əşyaları topladı. Ki, muzey yaradıram, başımda belə bir şeylərlə qatırdı. Və anam üçün çox çətin oldu. Bilmirəm, bəy haqqında hələ çox şey deyilməyib və mən çalışacağım ki, onun haqqında bildiyim şeyləri deyim, videolara çəkim, söyləyim. Buna çox böyük ehtiyac var. Növbəti videolarda sağ olun.